Vaxt itirmədən 20 aprel-26 aprel həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcündən başlayaq. Ardınca isə sırasıyla Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün də proqnozlarımı sizinlə paylaşacağam. Əziz qoçlar və yüksələn qoçlar, bu həftə sizin üçün zehni aktivliyin artdığı, ünsiyyət tempinin sürətləndiyi və eyni zamanda daxili olaraq mühüm fərqindəliklər yaşayacağınız güclü bir dövr başlayır. Həftəyə yaxın çevrənizdən gələcək xəbərlərlə başlaya bilərsiniz. Qardaşlar, qohumlar və ya yaxın dostlarla ünsiyyətiniz sürətlənərkən, alacağınız məlumatlar həftənin ümumi axarını müəyyən edə bilər. Buna baxmayaraq, içinizdə yüngül bir geri çəkilmə istəyi də ola bilər. Ətrafınızda hərəkətlilik artsa da, bəzən xarici dünyaya açılmaq və ya böyük mövzularla məşğul olmaq istəməyə bilərsiniz. Əslində bu, bədəninizin və zehninizin sizə verdiyi bir siqnaldır. Çünki göy üzü bu həftə xüsusilə sağlamlığınıza diqqət etməli olduğumuzu güclü şəkildə vurğulayır. Mars və Saturn təsiri enerjinizi zaman-zaman azalda bilər. Baş ağrıları, zehni yorğunluq, unutqanlıq, diqqətsizlik və ya beyin sisi deyilən hallar yaşaya bilərsiniz. Vertigo bənzəri həssaslıqlar və ya sinir gərginliyi də arta bilər. Buna görə bədəninizi zorlamadan ona dəstək olmaq, dincəlmək və xüsusilə nizamlı hərəkət etmək çox vacibdir. Nəzarətli idman, əzələ quruluşumuzu gücləndirmək və bədəninizi balansda saxlamaq bu prosesi daha rahat keçirməyinizə kömək edəcək. Bu həftə əslində sizi irəli aparacaq bir çox fürsət var. Amma eyni zamanda sizi dayandıran, düşündürən və sorğuladan təsirlər də aktivdir. Bir tərəfdən hərəkətə keçməliyəm deyərkən, digər tərəfdən görəsən doğrudurmu deyə tərəddüd edə bilərsiniz. Bu daxili tərəddüdlər tamamilə normaldır. Burada vacib olan isə aydınlıqdır. Çünki Qoç yeni ayı sizin üçün sanki bir başlanğıc qapısıdır. Bu yeni ay kimliyinizi, hədəflərinizi və həyat istiqamətinizi yenidən müəyyən etmək imkanı verir. Artıq qərarsız qalmaq lüksünüz yoxdur. Nə istədiyinizi dəqiqləşdirib, ona uyğun addım atmalısınız. Amma unutmayın, sürətli olmaq deyil, şüurlu olmaq qazandırır. Merkürün təsiri bu həftə çox güclüdür. Bir tərəfdən Saturnla qurduğu əlaqə sizi daha ciddi, planlı və strateji düşünməyə vadar edərkən, digər tərəfdən Marsla olan təsiri düşüncələrinizi sürətlə hərəkətə keçirmək istəyi yarada bilər. Bu iki təsir birlikdə sizə bunu deyir: düşün, planla, sonra hərəkətə keç. Əks halda tələsik davranışlar, ani reaksiyalar və lazımsız mübahisələr gündəmə gələ bilər. Xüsusilə iş mühitində istifadə etdiyiniz dil bu həftə çox önəmli olacaq. Sərt çıxışlar münasibətlərə zərər verə bilər. Həftə ortasına doğru daha dəstəkləyici təsirlər aktivləşir. Təşəbbüslər, layihələr, yeni başlanğıclar və özünüzü göstərmək üçün fürsətlər əldə edə bilərsiniz. Uzun zamandır düşündüyünüz bir addımı artıq təxirə salmamalısınız. Göy üzü sizi dəstəkləyərkən, hərəkətə keçənlər qazanc əldə edəcək. Sevgi və münasibətlər sahəsində isə sürpriz təsirlər var. Venera ilə Uran arasındakı təsir gözlənilməz hadisələri gündəmə gətirə bilər. Ani bir mesaj, sürpriz bir yaxınlaşma və ya birdən fərq etdiyiniz bir həqiqət münasibətlərdə yeni bir səhifə aça bilər. Mövcud münasibətlərdə isə adi rutin sizi artıq qane etməyə bilər. Daha azad və daha real bağlar qurmaq istəyəcəksiniz. Subay qoçlar üçün isə fərqli və qeyri-adi bir insan həyatınıza daxil ola bilər. Həftənin sonlarına doğru Veneranın Əkizlər bürcünə keçməsi ilə ünsiyyət, gücünüz daha da artır. Danışaraq, yazaraq və özünüzü ifadə edərək insanları təsirləndirmək qabiliyyətiniz yüksəlir. Təhsil, ticarət, sosial media və marketinq sahələrində gözəl fürsətlər əldə edə bilərsiniz. Bu prosesdə maliyyə mövzuları da ön plana çıxır. Günəşin Buğa bürcünə keçməsi ilə önümüzdəki bir ay ərzində qazancınız, gəlirləriniz və maliyyə nizamınız daha vacib olacaq. Əmək verdiyiniz mövzuların qarşılığını almaq istəyəcəksiniz. Əgər son dövrdə addım atmısınızsa, bunun bəhrəsini görə bilərsiniz. Amma ertələmisinizsə, bu dövrdə daha çox xərclərlə məşğul ola bilərsiniz. Eyni zamanda Pluton ilə Günəş arasındakı gərgin təsir, xüsusilə dost çevrəsində və ya sosial mühitdə güc mübarizələrinə səbəb ola bilər. Haqlı çıxmağa çalışmaq əvəzinə,
Sağlam düşüncə ilə hərəkət etmək sizi qoruyacaq. Sağlamlıq baxımından isə bu həftə özünüzü zorlamadan hərəkət etmək vacibdir. İdman edin, amma şüurlu şəkildə. Həddindən artıq yüklənmək əvəzinə balanslı olun. Ruhən isə bəzən tək qalmaq istəyə bilərsiniz. Bu bir qaçış deyil, əksinə özünüzə dönmək ehtiyacıdır. Daxili səsinizi dinləmək, düşüncələrinizi yazmaq və zehni aydınlaşdırmaq sizə çox yaxşı təsir edəcək. Ümumilikdə əziz qoçlar, bu həftə sizin üçün aydınlaşma, intizam və hərəkətə keçmə həftəsidir. Və həftənin ən önəmli mesajı: nə istədiyini bilən və planlı hərəkət edən qoç qazanır. Əziz buğalar və yüksələn buğalar. Bu həftə sizin üçün xüsusilə maliyyə mövzularının, dəyər anlayışınızın və həyatınızı necə qurduğunuzun ön plana çıxdığı çox vacib bir dövr başlayır. Həftəyə pul məsələləri ilə başlayırsınız. Gəlir-xərc balansı, ödənişlər, qazanc fürsətləri və ya maliyyə planlamaları gündəminizdə ola bilər. Artıq bir müddətdir ki, yalnız bir mənbədən deyil, fərqli sahələrdən gəlir əldə etmək fikrinə daha açıq olmağa başlamısınız və bu həftə bu düşüncə daha da güclənə bilər. Önümüzdəki dövrün ən vacib mövzularından biri də budur. Qazanc formasını dəyişmək, şaxələndirmək və daha sərbəst bir maliyyə sistemi qurmaq. Xüsusilə Uranın Əkizlər bürcünə keçməsi ilə yaxın illərdə pul qazanma tərzinizdə ciddi bir dönüş başlayacaq. Rəqəmsal işlər, ticarət, ünsiyyət, təhsil və ya yeni nəsil qazanc modelləri həyatınıza daxil ola bilər. Bugün fərq etmədiyiniz bir bacarıq və ya fürsət gələcəkdə sizə böyük qazanc gətirə bilər. Həftənin əvvəlində isə bir qədər içə dönük və düşüncəli bir ruh halında ola bilərsiniz. Keçmişdə yaşadıqlarınız, beyninizi məşğul edən mövzular və ya içinizdə saxladığınız məsələlər yenidən gündəmə gələ bilər. Özünüzü tənqid etdiyiniz, niyə belə oldu, deyə düşündüyünüz anlar ola bilər. Amma bu proses sizi aşağı çəkmək üçün deyil, fərqindəlik qazandırmaq üçündür. Xoşbəxtlikdən günəşin bürcünüzə keçməsi ilə enerjiniz yüksəlməyə başlayır. Bazar ertəsindən etibarən özünüzü daha güclü, daha aydın və daha motivasiyalı hiss edə bilərsiniz. Özünə inamınız artdıqca, həyatınızın idarəsini yenidən əlinizə alma istəyi də güclənəcək. Bu sizin üçün sanki bir oyanış təsiri yarada bilər. Amma bu həftə diqqət etməli olduğunuz məqamlar da var. Karyera həyatınızda və ya ailə daxilində güc mübarizələri yaşana bilər. Xüsusilə sizi idarə etməyə çalışan və ya yönləndirmək istəyən insanlarla qarşılaşa bilərsiniz. Pluton təsiri bu gərginlikləri daha görünən edə bilər. Bu halda sərt reaksiyalar vermək əvəzinə sakit, amma qətiyyətli mövqe sərgiləmək sizi üstün vəziyyətə gətirəcək. Həftənin ortası və sonuna doğru isə maliyyə baxımından hərəkətlilik artır. Veneranın Əkizlər bürcünə keçməsi pul sahənizdə yeni fürsətləri gündəmə gətirə bilər. Əlavə gəlir mənbələri, ticarət təşəbbüsləri və ya ünsiyyət üzərindən qazanc imkanları ortaya çıxa bilər. Amma bundan əvvəl Venera ilə Uran arasındakı təsir ani və gözlənilməz hadisələri də aktivləşdirə bilər. Xüsusilə iş və karyera sahəsində sürpriz dəyişikliklər yaşana bilər. Bu səbəbdən bu həftə fürsətləri dəyərləndir, amma tələsmə. Yeni ay təsiri isə sizə biraz daha müşahidə etməli olduğunuzu deyir. Dərhal hərəkətə keçmək əvəzinə vəziyyəti analiz etmək, plan qurmaq və doğru zamanı gözləmək uzunmüddətli olaraq sizə daha çox qazandıracaq. İş həyatında isə möhkəm addımlar atmaq üçün çox güclü enerjiniz var. Əgər uzun müddətdir düşündüyünüz bir layihə, investisiya və ya iş ideyası varsa, bu həftə atacağınız təməllər gələcəkdə sizə böyük qazanc gətirə bilər. Amma burada səbir ən vacib açardır. Sürətli deyil, möhkəm irəliləmək sizi qazandıracaq. Neptun təsiri sizə ilham və yaradıcılıq versə də, bu ilhamı reallığa çevirməli olduğunuzu xatırladır. Sadəcə xəyal qurmaq kifayət deyil, planlamaq və tətbiq etmək lazımdır. Sosial həyatınızda isə hərəkətlilik artır. Dost görüşləri, dəvətlər və ya yeni mühitlərə daxil ola bilərsiniz. Subay buğalar üçün bu hərəkətlilik yeni bir tanışlığı da gətirə bilər. Münasibəti olanlar isə partnyorları ilə daha keyfiyyətli və dərin zaman keçirərək bağlarını gücləndirə bilərlər. Sağlamlıq baxımından isə stressə bağlı gərginliklərə diqqət etməlisiniz. Xüsusilə boyun və çiyin nahiyəsi həssas ola bilər. Dincəlmək, rahatlamaq və bədəninizi boşaltmaq vacibdir.
Ümumilikdə əziz buğalar, bu həftə sizin üçün həm maddi, həm də daxili baxımdan yenidən qurulma həftəsidir. Və həftənin ən vacib mesajı: möhkəm təməl quran, uzun müddətli qazanır. Əziz əkizlər və yüksələn əkizlər. Bu həftə sizin üçün həm zehni, həm də sosial baxımdan olduqca hərəkətli, amma eyni zamanda diqqət və fərqindəlik tələb edən bir dövr başlayır. Həftəyə öz istəklərinizə, planlarınıza və gözləntilərinizə fokuslanaraq daxil olursunuz. Görüşlər, buluşmalar, planlar və təşkilatlar dərkən temp sürətlə arta bilər. Buna görə həftənin əvvəlində proqramınızı yaxşı qurmağınız, kimlə nə vaxt görüşəcəyinizi dəqiqləşdirməyiniz çox vacibdir. Amma bu intensivlik içində ünsiyyət qəzalarına açıq bir enerji də mövcuddur. Xüsusilə dost çevrənizdə bəzi mövzular uzana bilər, lazımsız mübahisələr yarana bilər və ya səbirsiz, ani reaksiyalarınız münasibətləri çətinləşdirə bilər. Dediyiniz sözlərə xüsusi diqqət yetirməli olduğunuz bir həftədir. Sizə özəl olaraq deyilən bir mövzunu bilmədən başqalarına çatdırmaq və ya uyğun olmayan mühitdə dilə gətirmək problemlər yarada bilər. Bu həftə ünsiyyət sizin həm ən güclü tərəfiniz, həm də ən həssas sahənizdir. İdarə edici planetiniz Merkürün aktiv olması, dediyiniz hər sözün, qurduğunuz hər əlaqənin və düşündüyünüz hər ideyanın tez qarşılıq tapacağını göstərir. Buna görə təsadüfi danışmaq əvəzinə şüurlu ifadə etmək çox önəmlidir. Həftə ortasına doğru isə daha diqqətli olmalı olduğunuz bir təsir aktivləşir. Günəş ilə Neptun arasındakı təsir reallıqla qavrayış arasında bulanıqlıq yarada bilər. Eşitdikləriniz tam doğru olmaya bilər və ya natamam məlumatlarla hərəkət edə bilərsiniz. Buna görə yalnız deyilənlərə deyil, deyilməyənlərə də diqqət yetirməlisiniz. Eyni anda çox şeylə məşğul olmaq zehni dağınıqlığınızı artıra bilər. Hər şeyə çatmağa çalışmaq əvəzinə prioritet müəyyən etmək bu həftə sizi daha güclü edəcək. Sosial çevrə, qruplar, təşkilatlar və ya komanda işlərində də ehtiyatlı olmalı olduğunuz bir dövrdəsiniz. Bəzi planlar təxirə salına bilər və ya istədiyiniz kimi getməyə bilər. Bu da sizi bir qədər narahat edə bilər. Günəşin Buğa bürcünə keçməsi ilə isə daha çox daxilə yönələn bir mərhələ başlayır. Bu dövrdə arxanızca danışılanları hiss edə bilər və ya bəzi şeylərin sizdən gizli getdiyini düşünə bilərsiniz. Bu sizi gərginləşdirə bilər. Amma burada ən doğru yanaşma, hər şeyi böyütmək yox, müşahidə etməkdir. Həftənin sonlarına doğru isə Veneranın bürcünüzə keçməsi ilə enerjiniz dəyişir. Özünüzə qayğı göstərmək, sosiallaşmaq, xarici görünüşünüzlə məşğul olmaq və daha çox diqqət çəkmək istəyəcəksiniz. Cazibəniz artarkən insanlarla qurduğunuz əlaqələr də güclənə bilər. Alış-veriş, gözəllik və stil dəyişiklikləri üçün də uyğun bir dövrdür. Amma bundan əvvəl Venera ilə Uran arasındakı təsir gözlənilməz hadisələri gündəmə gətirə bilər. Ani bir xəbər, sürpriz qarşılaşma və ya gözlənilməz vəziyyət planlarınızı dəyişə bilər. İş və karyera sahəsində isə ünsiyyət həlledici olacaq. Edəcəyiniz danışıq, yazışma, görüş və ya razılaşmalar bu həftə ya fürsətə, ya da problemə çevrilə bilər. Buna görə xüsusilə peşəkar mühitdə istifadə etdiyiniz dilə diqqət yetirməlisiniz. Maliyyə mövzularında isə risk almamalı olduğunuz bir həftədir. Ortaqlı işlər, verilən sözlər və ya başqalarına güvənərək qurulan planlar sizi çətin vəziyyətə sala bilər. Ani qərarlar yerinə ehtiyatlı irəliləmək daha doğru olacaq. Sevgi və münasibətlərdə isə daha sosial, açıq və cazibədar bir enerjidəsiniz. Yeni tanışlıqlar ola bilər. Mövcud münasibətlərdə ünsiyyət arta bilər. Amma hər yaxşı ünsiyyətin qalıcı bağ demək olmadığını unutmayın. Gözləntilərinizi balansda saxlamalısınız. Həftə sonuna doğru isə bədən və zehin balansına fokuslanmalısınız. Daim düşünən, danışan və istehsal edən bir zehin sizi yora bilir. Nəfəs məşqləri, gəzinti və ya fiziki aktivlik sizə yaxşı təsir edəcək. Və önəmli bir inkişaf. Uranın Əkizlər bürcünə keçməsi ilə həyatınızda uzun müddətli və köklü dəyişikliklərin qapısı açılır. Xüsusilə bürcün ilk dərəcələrində doğulmuş əkizlər üçün bu dəyişikliklər daha sürətli və daha aydın ola bilər. Düşüncə tərziniz, ünsiyyət üslubunuz və həyata baxışınız dəyişməyə başlayır. Ümumilikdə, əziz əkizlər, bu həftə sizin üçün ünsiyyət, fərqindəlik və seçimlər həftəsidir. Və həftənin ən vacib mesajı: doğru zamanda, doğru şəkildə danışan qazanır. Əziz xərçənglər və yüksələn xərçənglər.
Bu həftə sizin üçün bir qədər ağır başlayan, amma dərin fərqindəliklər və mühüm daxili dönüşlər gətirən bir dövr başlayır. Həftənin əvvəlində enerjiniz aşağı ola bilər. Motivasiya tapmaqda çətinlik çəkə, özünüzü həvəssiz və ya yorğun hiss edə bilərsiniz. Xüsusilə iş və karyera sahəsində bəzi gecikmələr, gözlənilməz hadisələr və ya planların təxirə salınması əhvalınızı poza bilər. Sanki irəliləmək istəyərkən görünməyən bir qüvvə sizi yavaşladır kimi hiss edə bilərsiniz. Amma əslində göy üzü sizə belə deyir. Dayan və fərq et. İş mühitində baş verə biləcək ani dəyişikliklər, gözlədiyiniz bir xəbərin gecikməsi və ya planladığınız bir işin istədiyiniz kimi getməməsi sizi çətinləşdirə bilər. Eyni zamanda diqqət mərkəzində olduğunuz mühitlərdə dediklərinizə xüsusi diqqət yetirməli olduğunuz bir həftədir. Emosional reaksiyalarla danışmaq və ya mənfi ifadələr istifadə etmək ətrafınızdakı insanlarla yanlış anlaşılmalara səbəb ola bilər. Münasibətlər sahəsində də mühüm inkişaflar gündəmdədir. Əgər uzun müddətdir sizi yoran bir münasibətdəsinizsə, bu həftə bəzi dəqiq qərarlar vermək ehtiyacı hiss edə bilərsiniz. Mövcud münasibətlərdə davam edim, yoxsa bitirim sualı daha çox gündəmə gələ bilər. Amma bu qərarları ani emosiyalarla deyil, daha sakit və şüuru şəkildə vermək vacibdir. Ailə daxilində isə keçmişdən gələn mövzular yenidən ortaya çıxa bilər. Danışılmamış məsələlər, bastırılmış duyğular və ya ertələnmiş üzləşmələr bu həftə gündəmə gələ bilər. Bu sizi çətin vəziyyətə salsa da, əslində bu bir böhran deyil, bir təmizlənmə prosesidir. İçinizdə saxladıqlarınızı ifadə etmək, açıq və səmimi danışmaq sizi ciddi şəkildə rahatladacaq. Bu nöqtədə Merkürün dəstəyi ilə düzgün ünsiyyət qurarsanız, bir çox problemi həll etmək şansınız yüksəkdir. Həftə ortasında məsuliyyətləriniz arta bilər. Günəş ilə Saturn arasındakı təsir sizi həm iş, həm də ailə həyatında daha çox yük götürməyə məcbur edə bilər. Evlə bağlı işlər, ailə böyükləri ilə maraqlanmaq və ya uzun müddətdir ertələdiyiniz bir məsələni həll etmək vəziyyətində qala bilərsiniz. Bu sizi yorsa da, əslində sizi gücləndirən bir proses olacaq. Unutmayın, güvən hissi məsuliyyət alaraq qurulur. Həftənin sonlarına doğru Günəşin Buğa bürcünə keçməsi ilə sosial həyatınız canlanmağa başlayır. Dostlarınızla daha çox vaxt keçirmək, dəvətlərə qatılmaq və yeni mühitlərə daxil olmaq sizə yaxşı təsir edəcək. Bu dövrdə ətrafınızdan alacağınız dəstək motivasiyanızı artıracaq. Eyni zamanda gəlirlərinizlə bağlı mövzular da önəm qazanır. Uzun müddətdir dalğalanmalar yaşayırsınızsa, bu qeyri-sabit dövr yavaş-yavaş geridə qala bilər. Maliyyə mövzularında isə diqqətli olmalısınız. Sənəd imzalayarkən, borc alıb verərkən və ya kiməsə maddi dəstək göstərərkən ehtiyatlı davranın. Yaxşı niyyətlə etdim dediyiniz addımlar sonradan sizi çətin vəziyyətə sala bilər. Emosional deyil, məntiqli qərarlar vermək bu həftə çox vacibdir. Veneranın təsiri isə sizə yaradıcı sahələrdə gözəl fürsətlər təqdim edir. Sənət, musiqi, yazı və ya şəfa sahəsində çalışan xərçənglər üçün ilhamverici inkişaflar mümkündür. Həftə sonuna doğru Uran təsiri aktivləşir və qarşıdakı illərə yayılan mühüm bir dəyişiklik dövrünün qapısını açır. Bu təsirlə birlikdə həyata baxışınız dəyişə bilər. Hadisələrin arxa planını daha aydın görməyə başlaya bilərsiniz. Əvvəllər fərq etmədiyiniz həqiqətləri görmək sizi tamamilə fərqli bir şüur səviyyəsinə qaldıra bilər. Bu dövrdə yuxularınız, sezgiləriniz və daxili fərqindəliyiniz çox güclü olacaq. Bunlara diqqət yetirmək sizə doğru yolu göstərə bilər. Sağlamlıq baxımından isə mədə və həzm sistemi həssas ola bilər. Stressin bədəninizdə yaratdığı təsirlərə diqqət yetirməli, özünüzü emosional olaraq çox yormamağa çalışmalısınız. Sevgi və münasibətlərdə isə tamamlanma və təmizlənmə enerjisi hakimdir. Yarım qalan duyğular aydınlaşa bilər, bağlar güclənə bilər və ya bəzi münasibətlər təbii şəkildə sona çata bilər. Ümumilikdə, əziz xərçənglər, bu həftə sizin üçün yavaşlama, üzləşmə və yenidən güclənmə həftəsidir. Və həftənin ən önəmli mesajı: qaçdığın hər duyğu səni yorur, üzləşdiyin hər həqiqət səni azad edir. Əziz şir və yüksələn şirlər, bu həftə sizin üçün olduqca hərəkətli, diqqət çəkən və eyni zamanda sınaqlarla dolu bir dövr başlayır. Xüsusilə sosial çevrənizdən gələn xəbərlər, dəvətlər və planlar
həftəyi sürətli başlamanıza səbəb ola bilər. Birdən çox seçim arasında qala bilər. Hansına yetişim deyə düşünərkən qərarsızlıq yaşaya bilərsiniz. Bu vəziyyət təkcə sosial həyatınızda deyil, iş və karyera sahəsində də özünü göstərə bilər. Bir tərəfdən çevrəniz genişlənərkən, digər tərəfdən uzaqlarla bağlı mövzular da gündəmə gələ bilər. Xariclə əlaqəli işlər, təhsil imkanları, səyahət planları və ya hüquqi mövzularla bağlı bəzi xəbərlər ala bilərsiniz. Amma bu sahələrdə hər şey istədiyiniz sürətdə getməyə bilər. Sizi gözlədən və ya məhdudlaşdıran vəziyyətlər ola bilər. Eyni zamanda uzaqda yaşayan qohumlar və ya həyat yoldaşınızın ailəsi ilə bağlı hadisələr də gündəminizə düşə bilər. Bu həftə xüsusi diqqət etməli olduğunuz mövzulardan biri də ünsiyyət dilidir. Tanımadığınız insanlara qarşı istifadə etdiyiniz ifadələr, sosial media paylaşımlarınız və ya ani reaksiyalarınız düşündüyünüzdən daha böyük təsir yarada bilər. Çünki Günəşin Buğa bürcünə keçməsi ilə karyera və cəmiyyət qarşısındakı duruşunuz daha çox görünür olur. Artıq daha diqqət mərkəzindəsiniz və bu da etdiyiniz hər şeyin daha çox göz önündə olması deməkdir. Bu vəziyyət həm fürsət, həm də sınaqdır. İş həyatınızda özünüzü göstərmək, rəhbərlərə nələr bacardığınızı sübut etmək və ya gördüyünüz işlərlə ön plana çıxmaq istəyə bilərsiniz. Amma bunu edərkən egoya qapılmadan, balanslı və şüurlu davranmaq çox vacibdir. Çünki bu həftə atdığınız hər addım böyüyərək sizə geri dönə bilər. Elə bu nöqtədə göy üzü sizə belə deyir: İşığını doğru istiqamətə yönət. Həftənin əvvəlində Merkür ilə Neptun arasındakı təsir zehninizi daha yaradıcı və vizyoner edə bilər. Fikirləriniz güclü, baxış bucağınız geniş ola bilər. Amma reallıqla xəyali ayırmaqda çətinlik çəkə bilərsiniz. Buna görə böyük ideyalarınızı konkret addımlarla dəstəkləməlisiniz. Maddi mövzularda isə diqqətli olmalı olduğunuz bir həftədir. Marsın təsiri sizi risk almağa sövq edə bilər. Amma gördüyünüz fürsətlər əslində o qədər də möhkəm olmaya bilər. Xüsusilə tez qazanc vəd edən işlər, gözlənilməz xərclər və ya düşünmədən edilən yatırımlar sonradan peşmanlıq yarada bilər. Həftə ortasında iş həyatınızda mühüm qərarlar gündəmə gələ bilər. Bir layihəyə başlamaq, bir hədəfi dəqiqləşdirmək və ya rəsmi bir addım atmaq istəyə bilərsiniz. Bu nöqtədə səbirli olmaq və uzunmüddətli düşünmək sizi uğura aparacaq. Tələskən davranmaq əvəzinə strateji irəliləmək daha doğru olar. Şəxsi həyatınızda isə hərəkətlilik artır. Veneranın Əkizlər bürcünə keçməsi ilə sosial həyatınız canlanır. Daha çox dəvətlərə qatıla, yeni insanlarla tanış ola və xoş mühitlərdə ola bilərsiniz. Münasibətdə olan şirlər üçün bu dövr bağları gücləndirmək imkanı yaradır. Subay şirlər üçün isə yeni bir sevgi ehtimalı ortaya çıxa bilər. Amma burada da bir xəbərdarlıq var. Hər tanışlıq qalıcı olmaya bilər. Gözləntilərinizi balansda saxlayın. Cümə günü ətrafında ani hadisələr baş verə bilər. Həm karyera, həm münasibətlər, həm də ailə mövzularında gözlənilməz vəziyyətlər yaşana bilər. Buna görə həmin günü daha diqqətli və kontrollu keçirmək faydalı olar. Eyni zamanda Uranın Əkizlər bürcünə keçməsi ilə qarşıdakı illərdə sosial çevrənizdə böyük dəyişikliklər başlayacaq. Yeni insanlarla tanış olacaq, fərqli mühitlərə daxil olacaq və xüsusilə texnologiya, rəqəmsal sahələr və yenilikçi layihələrlə daha çox əlaqədə olacaqsınız. Münasibətlərdə isə mühüm bir balans qurulmalıdır. Özünüzü həddindən artıq ön plana çıxarmaq, qürur və ya ego ilə hərəkət etmək münasibətlərdə çatlara səbəb ola bilər. Lider olmaq istəyirsinizsə, bunu anlayış və təvazökarlıqla dəstəkləməlisiniz. Xüsusilə ailə daxilində və yaxın çevrənizdə daha yumşaq ünsiyyət dili istifadə etməyiniz vacibdir. Həftə sonuna doğru isə ünsiyyət qurmaq, inciklikləri düzəltmək və münasibətləri gücləndirmək üçün gözəl fürsətlər əldə edə bilərsiniz. Sağlamlıq baxımından isə boğaz, dişlər və baş nahiyəsi həssas ola bilər. Stressdən qaynaqlanan gərginlikləri nəzərdən qaçırmamalısınız. Ruhsal olaraq isə vacib bir mesaj var. Həqiqi güc nəzarət etməkdən deyil, ürəkdən bağ qurmaqdan gəlir. Ümumilikdə əziz şirlər, bu həftə sizin üçün görünürlük, sınaq və şüurlu liderlik həftəsidir. Və həftənin ən vacib mesajı: parlamaq yetərli deyil, işığını doğru istifadə et. Əziz qızlar və yüksələn qızlar, Bu həftə sizin üçün xüsusilə iş,
karyera və məsuliyyət sahələrinin ön planda olduğu, eyni zamanda mühüm qərarlar verməli olduğunuz bir dövr başlayır. Həftəyə peşəkar mövzulara fokuslanaraq daxil olursunuz. İş həyatınızda bəzi dönüş nöqtələri gündəmə gələ bilər və bu prosesdə qərarsızlıq yaşasanız belə, artıq seçim etməli olduğunuzu anlayacaqsınız. Unutmayın, qərarsız qalmaq yanlış qərar verməkdən daha çox yorur. Bu səbəbdən həm iş, həm də ailə ilə bağlı mövzularda gecikdirmək əvəzinə aydınlıq gətirmək sizə daha çox qazandıracaq. Amma həftənin digər önəmli mövzusu maddiyyatdır. Maddi məsələlərdə nəzarəti bir qədər itirmiş ola bilərsiniz və ya son zamanlar etdiyiniz xərclər sizi çətin vəziyyətə salmış ola bilər. Xüsusilə ortaq maliyyə sahələrində həyat yoldaşınızın maddi vəziyyəti, borclar, ödənişlər və ya birlikdə edilən xərclər gündəmə gələ bilər. Bu həftə büdcəyə nəzarət çox vacibdir. Hər fürsət həqiqətən fürsət olmaya bilər. Qarşınıza cazibədar görünən təkliflər çıxa bilər, amma tələskən və ya emosional hərəkət etsəniz, bu fürsətləri yanlış dəyərləndirmək riskiniz yüksəkdir. Buna görə sakit, planlı və məntiqli şəkildə irəliləmək vacibdir. Sağlamlıq baxımından isə diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Mars və Saturn təsiri sizi fiziki olaraq çətinləşdirə biləcək vəziyyətlərə açıq edə bilər. Bu səbəbdən riskli mühitlərdən uzaq durmaq, bədəninizi yormamaq və xüsusilə təcili olmayan əməliyyatları təxirə salmaq daha doğru olar. Bununla yanaşı bu həftə sizi dəyişdirəcək güclü təcrübələrə də açıqsınız. Daxili olaraq fərqindəliyiniz arta bilər. Bəzi mövzulara baxış bucağınız dəyişə bilər. Günəşin Buğa bürcünə keçməsi ilə qarşıdakı dövrdə səyahətlər, təhsil və yeni təcrübələr həyatınızda daha çox yer alacaq. Fərqli yerlər görmək və yeni insanlarla tanış olmaq sizə yaxşı təsir edəcək. Amma tanımadığınız mühitlərdə təhlükəsizliyi göz ardı etməmək vacibdir. İş həyatında isə zehniniz çox aktivdir. İdarə edici planetiniz Merkürün güclü təsiri ilə davamlı düşünən, analiz edən və plan quran bir vəziyyətdəsiniz. Bu sizin üstünlüyünüzdür, amma hər detalı nəzarətdə saxlamağa çalışmaq sizi yora bilir. Bu həftə lazımsız detalları buraxıb, həqiqətən vacib olanlara fokuslanmalısınız. Həftənin əvvəlində zehni fərqindəliyiniz yüksəkdir. Duyğularınızı və düşüncələrinizi daha aydın analiz edə bilər. Xüsusilə iş layihələrində çatışmazlıqları tamamlamaq üçün məhsuldar bir dövr keçirə bilərsiniz. Həftə ortasına doğru isə daha çox intizam tələb edən mövzular ön plana çıxır. Gecikdirdiyiniz nə varsa artıq qarşınıza çıxacaq və həll tələb edəcək. Bu bir təzyiq deyil, struktur qurma prosesidir. Bu həftə qurduğunuz sistem uzun müddətdə sizi irəli aparacaq. İş mühitində ünsiyyət gücünüz artır. Özünüzü düzgün ifadə etsəniz, mühüm fürsətlər əldə edə bilərsiniz. Amma həddindən artıq tənqidçi və ya detallara çox fokuslanan yanaşma münasibətləri çətinləşdirə bilər. Balanslı ünsiyyət çox önəmlidir. Veneranın Əkizlər bürcünə keçməsi ilə karyera sahəsində əlaqələr və ünsiyyət ön plana çıxır. Yeni iş görüşləri, mühüm tanışlıqlar və ya əməkdaşlıqlar gündəmə gələ bilər. Bu dövrdə qurduğunuz əlaqələr gələcəkdə sizə böyük fayda verə bilər. Sevgi və münasibətlərdə isə daha açıq və ünsiyyətə hazır bir enerjidəsiniz. Münasibətdə olan qızlar üçün danışaraq problemləri həll etmək asanlaşır. Subaylar üçün isə zehni uyğunluq tapa biləcəkləri biri ilə tanış olmaq ehtimalı artır. Amma keçmişlə müqayisə etmək və ya hər şeyi çox analiz etmək bu fürsətləri qaçırmağınıza səbəb ola bilər. Maddi mövzularda isə böyümə imkanları var, amma risk almadan irəliləməlisiniz. Planlı hərəkət etsəniz, gəlirlərinizi artırmaq şansı əldə edə bilərsiniz. Həftə sonuna doğru Uran təsiri aktivləşir və xüsusilə iş və karyera sahənizdə uzun müddətli dəyişikliklərin qapısı açılır. Qarşıdakı illərdə fərqli sahələrə yönəlmək, birdən çox işlə məşğul olmaq və ya texnologiyanı işinizə daxil etmək gündəmə gələ bilər. Sağlamlıq baxımından isə allergik reaksiyalar, boğaz və diş həssaslıqları diqqət çəkə bilər. Kiçik sağlamlıq problemlərini böyümədən həll etmək vacibdir. Ailə və sosial münasibətlərdə isə mühüm bir fərqindəlik var. Hər kəs sizin qurduğunuz sistemə uyğunlaşmaq məcburiyyətində deyil. Bunu qəbul etdikdə münasibətləriniz daha sağlam olacaq. Ümumilikdə əziz qızlar, bu həftə sizin üçün qərar vermə, sistem qurma və sadələşmə həftəsidir.
Və həftənin ən vacib mesajı: hər detala nəzarət etmək yox, doğru detala fokuslanmaq səni azad edir. Əziz tərəzilər və yüksələn tərəzilər. Bu həftə həyatınıza xarici dünyadan gələn sürətli inkişaflarla daxil olursunuz. Xüsusilə daha əvvəl çox əlaqədə olmadığınız insanlarla görüşə bilər, yeni mühitlərə qoşula və ya verdiyiniz sözləri yerinə yetirmək üçün intensiv bir tempoya düşə bilərsiniz. Keçən həftədən qalan işlər, yarımçıq qalmış təhsillər və ya planlar bu həftə yenidən gündəmə gələ bilər və siz bunları tamamlamaq üçün daha çox səy göstərə bilərsiniz. Ümumilikdə baxdıqda, həftə sizin üçün fürsətlərlə dolu olsa da, xüsusilə münasibətlər sahəsində diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. 17 aprel ətrafında baş verən yeni ay təsiri ilə birlikdə ikili münasibətlər, ortaq işlər və şəxsi həyatınızda mühüm qərarlar gündəmə gələ bilər. Amma bu qərarları verərkən tələskən davranmamaq çox vacibdir. Çünki münasibətlərdə bir dayanma və ya sorğulama dövrü aktiv ola bilər. Bu proses bəzi münasibətlərin aydınlaşmasına, bəzilərinin isə tamamlanmasına səbəb ola bilər. Eyni zamanda, həyat yoldaşınızın və ya partnyorunuzun sağlamlıq məsələləri də bu həftə diqqət mərkəzinizdə ola bilər. Münasibətlərdə balans, səbir və şüurlu davranış bu həftənin ən kritik nöqtəsidir. Plansız hərəkət edən, ani reaksiyalar verən və ya qəzəblə addım atan tərəzilər üçün bu dövr bir qədər çətin keçə bilər. Bu səbəbdən addımlarınızı düşünərək atmaq vacibdir. Həftə irəlilədikcə, Günəşin Buğa bürcünə keçməsi ilə diqqətiniz yavaş-yavaş maddi mövzulara yönəlir. Pul idarəçiliyi, gəlir-xərc balansı və maliyyə planlamaları ön plana çıxa bilər. Uzun müddətdir maddi mövzularda yaşadığınız qeyri-müəyyənliklər varsa, bu dövrdə daha aydın baxış əldə edə bilərsiniz. Pulu necə idarə etməli və necə dəyərləndirməli olduğunuzu anlayacağınız bir mərhələdəsiniz. Amma xüsusilə həftə sonuna doğru riskli yatırımlar, ani xərclər və ya düşünmədən edilən maliyyə addımları ilə bağlı diqqətli olmalısınız. Veneranın Əkizlər bürcünə keçməsi isə qarşıdakı həftələrdə təhsil, səyahət, ticarət və xariclə bağlı işlər baxımından sizə çox xoş və dəstəkləyici bir enerji verəcək. Yeni şeylər öyrənmək, fərqli insanlarla əlaqə qurmaq və dünya görüşünüzü genişləndirmək üçün gözəl fürsətlər əldə edə bilərsiniz. Amma Veneranın Uranla yaratdığı təsir ani pul çıxışlarına da işarə edə bilər. Gözlənilməz bir ödəniş, bağlanmalı olan bir borc və ya maliyyə baxımından tamamlanma prosesi gündəmə gələ bilər. Bu səbəbdən xərclərinizi nəzarətdə saxlamaq vacibdir. Uzun müddətli baxdıqda isə Uranın Əkizlər bürcünə keçməsi ilə qarşıdakı illərdə səyahət, təhsil, media, texnologiya və ünsiyyət sahələrində böyük dəyişikliklər yaşaya bilərsiniz. Xüsusilə rəqəmsal platformalar və sosial media həyatınızda daha çox yer tutacaq. Digər tərəfdən, bu həftə Merkürün təsiri ilə daxili dünyanız da olduqca aktivdir. Keçmişdə verdiyiniz qərarları sorğulaya bilər, köhnə mövzuları yenidən düşünə bilərsiniz. Bu sizi bir qədər yora bilir, amma eyni zamanda fərqindəliyinizi də artırar. Duyğularınızla məntiqinizi balanslaşdıra bilsəniz, həm münasibətlərdə, həm də sosial çevrənizdə daha sağlam addımlar ata bilərsiniz. Sevgi həyatında isə olduqca diqqət çəkən bir dövrdəsiniz. Cazibəniz artır. İnsanlar sizə daha çox maraq göstərə bilər. Subay tərəzilər üçün yeni tanışlıqlar və hətta qalıcı münasibət başlanğıcları mümkündür. Amma burada vacib olan öz dəyərinizi bilmək və sizi aşağı çəkən dövrlərdən uzaq durmaqdır. Səthi münasibətlər bu həftə sınaqdan keçərkən həqiqi və balanslı bağlar güclənə bilər. Münasibətdə olanlar üçün isə mühüm bir xəbərdarlıq var. Davamlı ertələnən və ya görməzdən gəlinən mövzular artıq danışılmaq istəyəcək. Amma bunu edərkən sərt reaksiyalar əvəzinə balanslı ünsiyyət qurmaq daha sağlam nəticələr verəcək. Ailə daxilində isə anlayış və elastiklik vacibdir. Hər kəsin sizin kimi düşünməsini gözləmək əvəzinə, bəzi mövzuları axarına buraxmağı öyrənmək münasibətlərinizi qorumağa kömək edəcək. Sağlamlıq baxımından isə xüsusilə böyrəklər və su balansı həssas ola bilər. Bol su içmək, bədəninizə diqqət etmək və stressdən uzaq durmaq bu həftə sizin üçün önəmlidir. Ruhsal olaraq isə həftənin ən güclü mesajı budur. Balansı kənarda axtarma, əvvəl öz daxilində qur. Hər kəsi məmnun etməyə çalışmaq əvəzinə öz sərhədlərinizi müəyyən edin.
Çünki siz özünüzlə uyğun olduğunuz zaman həyatınızdakı hər şeydə tarazlanmağa başlayır. Əziz əqrəblər və yüksələn əqrəblər, bu həftə sizin üçün xüsusilə maddi mövzuların və gündəlik həyat nizamınızın ön plana çıxdığı bir dövr başlayır. Həftənin əvvəlində, həftə sonundan gələn təsirlərlə birlikdə gəlir-xərc balansınızı gözdən keçirmək, ödənişlərinizi planlamaq və qısa müddətli maliyyə strategiyaları qurmaq istəyə bilərsiniz. Pulu daha səmərəli istifadə etməyin yollarını axtaracaq, büdcənizi daha nəzarətli idarə etməyə çalışacaqsınız. Amma bu həftənin ən kritik mövzusu açıq şəkildə sağlamlıqdır. Gərgin temp, bitmək bilməyən işlər və üzərinizə götürdüyünüz məsuliyyətlər sizi fiziki və zehni olaraq xeyli yormuş ola bilər. Xüsusilə Mars təsirinin güclü olduğu bu dövrdə səbirsizlik, dözümsüzlük və qəzəbi idarə etmək çətinləşə bilər. Birlikdə çalışdığımız insanlarla aranızda gərginliklər yarana bilər və ya gözləntiləriniz qarşılanmadıqda məyusluq yaşaya bilərsiniz. Bu vəziyyət həm iş performansınıza, həm də sağlamlığınıza birbaşa təsir edə bilər. İmmunitet sisteminin zəifləməsi, infeksiyalara qarşı həssaslıq, qızdırma, baş ağrısı, güclü stres və tükənmişlik hissi bu həftə diqqət etməli olduğunuz mövzular arasındadır. Özünüzü həddindən artıq yükləmək əvəzinə istirahətə yer ayırmaq vacibdir. Əgər ev heyvanınız varsa, onun sağlamlığı ilə bağlı mövzular da gündəmə gələ bilər. Bu dövrdə daha diqqətli olmanız faydalı olar. Gündəlik həyatınızda isə sözlərinizə və reaksiyalarınıza diqqət etməli olduğunuz bir dövrdəsiz. Negativ düşüncələr, zehni yorğunluq və pessimist baxış bucağı enerjinizi aşağı sala bilər. Buna görə mümkün qədər sakit, balanslı və şüurlu qalmağa çalışın. Həftə irəlilədikcə, Günəşin Buğa bürcünə keçməsi ilə diqqətiniz münasibətlər sahəsinə yönəlir. Artıq fərdi mübarizədən daha çox birlikdə hərəkət etmə mövzusuna keçirsiniz. Həyatınızda biri varsa, duyğularınızı içinizdə saxlamaq əvəzinə paylaşmaq sizə yaxşı təsir edəcək. İşdə yaşadığınız stresi və sıxıntını sevdiyiniz insanla bölüşmək sizi rahatladacaq. İçinizdə yığılan duyğuları bastırmaq əvəzinə ifadə etmək bu həftə sizə şəfa gətirəcək. Amma Pluton təsiri ilə ailə və ev həyatında zaman-zaman güc mübarizələri yaşana bilər. Bu səbəbdən ev daxilində ünsiyyətdə daha diqqətli və anlayışlı olmağa çalışmalısınız. Bu həftə enerjiniz 2 addım irəli, 1 addım geri kimi gedə bilər və bu da sizi bəzən səbirsiz edə bilər. Münasibətlər sahəsində isə Venera və Uran təsiri mühüm hadisələr gətirir. Münasibətlərdə son bir sınaq mərhələsindən keçə bilərsiniz. Ani fərqindəliklər, gözlənilməz hadisələr və ya verilməsi lazım olan mühüm qərarlar gündəmə gələ bilər. Bu dövrdə tələskən verilən sözlər və ya ani reaksiyalar sonradan peşmanlıq yarada bilər. Buna görə emosional mövzularda ehtiyatlı davranmaq vacibdir. Eyni zamanda cazibəniz çox yüksəkdir. İnsanlar sizə daha çox maraq göstərə bilər. Sosial və emosional baxımdan diqqət çəkə bilərsiniz. Amma hər yaxınlaşmanın qalıcı olmayacağını bilərək, sərhədlərinizi qorumağınız vacibdir. Maddi mövzular isə bu həftə diqqət tələb edən digər sahədir. Emosional xərclər, nəzarətsiz yatırımlar və ya ortaq işlər gələcəkdə sizi çətin vəziyyətə sala bilər. Xüsusilə keçmişdən qalan borclar, alacaqlar və ya yarımçıq maliyyə mövzuları yenidən gündəmə gələ bilər. Bu mövzularla üzləşmək sizi azad edər, görməzdən gəlmək isə eyni dövrü yenidən yaşadar. Həftə sonuna doğru Uran təsiri daha da güclənir və uzunmüddətli bir dövrün başlanğıcını işarə edir. Qarşıdakı illərdə pul qazanma tərzinizdə böyük dəyişikliklər ola bilər. Birdən çox gəlir mənbəyi yaratmaq potensialınız artarkən, eyni zamanda xərcləriniz də müxtəlifləşə bilər. Ani qazanc və ani xərclər həyatınızın bir hissəsinə çevrilə bilər. Buna görə maliyyə intizamı uzun müddətdə ən böyük gücünüz olacaq. İş və karyera sahəsində isə göy üzü sizi hərəkətə keçməyə çağırır. Uzun zamandır təxirə saldığınız layihələr, planlar və ya hədəflər yenidən gündəmə gələ bilər. Bu həftə addım atsanız, mühüm bir irəliləyiş əldə edə bilərsiniz. Amma bunun üçün məsuliyyət almağa hazır olmalısınız. Çünki böyümə, komfort zonasında qalmaqla deyil, risk alaraq irəliləməklə mümkün olur. Ailə və yaxın çevrə münasibətlərində isə daha çox müşahidəçi olmalı olduğunuz bir dövrdəsiz. Hər şeyə dərhal reaksiya vermək əvəzinə dinləmək, anlamaq
və doğru zamanı gözləmək sizə üstünlük qazandıracaq. Xüsusilə ailə böyüklərinin sağlamlığına diqqət yetirmək vacibdir. Ruhsal olaraq isə bu həftə bir üzləşmə həftəsidir. Qaçdığınız, təxirə saldığınız və ya görməzdən gəldiyiniz mövzular bir şəkildə qarşınıza çıxa bilər. Bu sizi qorxutmasın. Çünki həqiqi dəyişiklik üzləşdiyiniz anda başlayır. Özünüzə bu sualı verin. Mən həqiqətən nə istəyirəm və niyə istəyirəm? Cavabını tapdığınız anda həm istiqamətiniz, həm də qərarlarınız daha aydın olacaq. Unutmayın, əziz əqrəb. Bu həftə nəzarət etməkdən çox balans qurmağı, bastırmaqdan çox ifadə etməyi və qaçmaqdan çox üzləşməyi seçdiyiniz zaman güclənirsiniz. Əziz oxatanlar və yüksələn oxatanlar. Bu həftə həyatınıza ikili münasibətlər və şəxsi həyatınızın dinamikləri damğa vurur. Həftənin əvvəlində sevdiyiniz insanla qurmaq istədiyiniz planlarda qərarsızlıq yaşaya bilərsiniz. Üstəlik, bu prosesdə sanki ipələr bir qədər qarşı tərəfin əlində olacaq. Siz nə qədər planlı davranmağa çalışsanız da, bəzi planlar təxirə salına bilər. Gözlədiyiniz xəbərlər gecikə bilər və ya hadisələrin sizin istədiyinizdən çox qarşı tərəfin gözləntilərinə görə formalaşdığını görə bilərsiniz. Bu vəziyyət sizi zaman-zaman narahat edə bilər. Amma bu həftə öyrənməli olduğumuz əsas şey axına uyğunlaşmaqdır. Həftə irəlilədikcə, Günəşin Buğa bürcünə keçməsi ilə diqqətiniz tədricən iş, gündəlik rutin və iş həyatına yönəlir. Qarşıdakı dövrdə istehsal etmək, məsuliyyət götürmək və işinizdə özünüzü göstərmək istəyəcəksiniz. Amma birlikdə çalışdığımız insanlarla zaman-zaman fikir ayrılıqları, kiçik gərginliklər və ya güc mübarizələri yaşana bilər. Bu səbəbdən xüsusilə iş mühitində səbirli və kontrollu olmaq vacibdir. Eyni zamanda bu həftə fiziki baxımdan da diqqətli olmalısınız. İdman edərkən və ya gündəlik hərəkətlərinizdə tələskənlikdən qaynaqlanan qəzalar baş verə bilər. Yıxılmalar, toqquşmalar, xüsusilə baş nahiyəsi ilə bağlı həssaslıqlar gündəmə gələ bilər. Enerjinizi düzgün istifadə etmək buna görə çox önəmlidir. Ailə və şəxsi həyat tərəfdə isə xüsusilə uşaqlarınızla və ya sevdiyiniz insanla ünsiyyətinizdə istifadə etdiyiniz dil həlledici olacaq. Səbirsiz deyilən sözlər qarşı tərəfi incidə bilər. Buna görə reaksiyalarınızı nəzarətdə saxlamaq, daha yumşaq və anlayışlı yanaşmaq münasibətlərinizi qoruyacaq. Bu həftənin digər vacib mövzusu zehni proseslərinizdir. Merkür ilə Neptun arasındakı təsir təsəvvür gücünüzü artırarkən, eyni zamanda sizi yanılmalara da açıq hala gətirə bilər. Eşitdiyiniz hər məlumat doğru olmaya bilər. Qarşınıza çıxan hər fürsət sizə uyğun olmaya bilər. Buna görə eşitdim, inandım, hərəkət etdim yanaşması yerinə sorğulayan, analiz edən və yoxlayan bir düşüncə tərzi inkişaf etdirməlisiniz. Unutmayın, inandığınız qədər yoxladığınız şeylər sizi böyüdür. Bu həftə artıq plan qurmaq yox, hərəkətə keçmək zamanıdır. İş həyatımızda uzun zamandır düşündüyünüz bir addımı atmaq üçün güclü zəmin var. Əgər intizamlı davransanız, geri bildirimlərə açıq olsanız və çevik hərəkət etsəniz, ciddi irəliləyiş əldə edə bilərsiniz. Sosial həyatımız isə Venera təsiri ilə canlanır. Yeni insanlarla tanış ola, fərqli mühitlərə daxil ola və vacib əlaqələr qura bilərsiniz. Amma burada diqqət etməli olduğunuz məqam odur ki, hər kəslə dərin bağ qurmaq məcburiyyətində deyilsiniz. Doğru insanları seçmək uzunmüddətli qazanc gətirər. Cümə günü ətrafında kiçik bir sınaq təsiri ola bilər. Bu, ya işlə bağlı bir hadisə, ya da sağlamlıqla bağlı kiçik bir xəbərdarlıq kimi ortaya çıxa bilər. Amma dərhal ardından Veneranın Əkizlər bürcünə keçməsi ilə növbəti 3 həftə ərzində münasibətləriniz sürət qazanacaq. Ünsiyyət artacaq, yeni başlanğıclar və ya mövcud münasibətlərdə hərəkətlilik yaşana bilər. Daha uzun müddətdə isə Uranın Əkizlər bürcünə keçməsi ilə münasibətlər və ortaqlıqlar sahəsində tamamilə yeni bir dövrə daxil olursunuz. Qarşıdakı illərdə ani başlayan, sürətlə inkişaf edən və bəzən gözlənilmədən bitən münasibətlər yaşaya bilərsiniz. Fərqli və qeyri-adi insanlara cəlb oluna, qeyri-ənənəvi birliklər yaşaya bilərsiniz. Maliyyə mövzularında isə bu həftə xüsusilə diqqətli olmalısınız. Xüsusilə müqavilələr, razılaşmalar
və ya rəqəmsal əməliyyatlarla bağlı ehtiyatlı olun. Məlumat təhlükəsizliyi, xərclərin nəzarəti və rəsmi işlərdə diqqətli davranmaq vacibdir. Əks halda sonradan peşman ola biləcəyiniz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Sevgi həyatında isə mühüm bir dönüş nöqtəsindəsiniz. Bitməsi lazım olan bağlar aydınlaşa bilər. Davam etməli olan münasibətlər isə daha sağlam bir təmələ otura bilər. Burada əsas məsələ məsuliyyət almaq və problemləri görməzdən gəlmək əvəzinə danışaraq həll etməkdir. Ruhsal olaraq isə göy üzü sizə belə deyir: sakit qalmaq yox, doğru şəkildə ifadə etmək vacibdir. Mübahisə etmək yerinə anlamağı seçdiyinizdə, tələsmək yerinə möhkəm addımlar atdığınızda, bu həftə sizin üçün böyük bir fərqindəlik və inkişaf dövrünə çevrilə bilər. Sağlamlıq baxımından isə diqqət dağınıqlığı, baş ağrıları və göz həssaslığı müşahidə oluna bilər. İstirahətə, yuxu rejiminə və zehni sakitliyə diqqət yetirmək sizə yaxşı təsir edəcək. Ümumilikdə, əziz oxatanlar, bu həftə sizin üçün münasibətləri balanslama, həqiqətləri ayırd etmə və hərəkətə keçmə həftəsidir. Və həftənin ən güclü mesajı: xəyal qur, amma sorğula. İnan, amma yoxla. Böyümək istəyirsənsə, əvvəl möhkəm təməllər qur. Əziz oğlaqlar və yüksələn oğlaqlar, bu həftə sizin üçün xüsusilə iş həyatı, gündəlik rutin və sağlamlıq mövzularının ön plana çıxdığı bir dövr başlayır. Gündəlik həyat tempiniz sürətlənir. Əgər idman, gəzinti və ya sağlam həyatla bağlı vərdişləriniz varsa, bunları daha intizamlı şəkildə davam etdirmək sizə çox yaxşı təsir edəcək. Amma bu sahələrlə çox maraqlanmayanlar üçün belə, həyatın tempi sizi istər-istəməz hərəkətə gətirəcək. Sağlamlıq baxımından isə diqqət etməli olduğunuz sahələr var. Tənəffüs yolları, ağciyərlər, çiyinlər, qollar və ümumi fiziki dözümlülük bu həftə həssas ola bilər. Özünüzü yormamağa, immun sisteminizi güclü saxlamağa və bədəninizin verdiyi siqnalları görməzdən gəlməməyə çalışmalısınız. Bu həftə göy üzündə Saturn, Merkür və Mars təsirlərinin ev, ailə və yaşayış sahənizi təmsil edən bölgədə cəmlənməsi sizi daxili olaraq bir qədər çətinləşdirə bilər. Evlə bağlı planlar, köç, təmir, düzən dəyişiklikləri və ya ailəvi mövzular gündəmə gələ bilər. Amma bu sahələrdə başlatmaq istədiyiniz bəzi işlər istədiyiniz sürətdə irəliləməyə bilər. Gecikmələr, problemlər və ya plan xarici hadisələr sizi narahat edə bilər. Ailə böyüklərinin sağlamlığı və ya ailə daxilində məsuliyyətlər də bu həftə daha çox diqqət tələb edə bilər. Xüsusilə valideynlərinizlə ünsiyyətdə daha səbirli və anlayışlı olmaq vacibdir. Əks halda kiçik məsələlər böyüyə bilər. Eyni zamanda ev daxilində texniki problemlər, təmir ehtiyacı və ya planlaşdırdığınız bir işdə gözlənilməz maneələrlə qarşılaşa bilərsiniz. Bütün bunlar sizi zaman-zaman daxili olaraq aşağı çəkə bilər. Özünüzü yorğun, istəksiz və ya emosional olaraq ağır hiss edə bilərsiniz. Amma bu prosesin sizi dayandırmaq üçün deyil, daha möhkəm təməllər qurmağınız üçün gəldiyini unutmamalısınız. Bu həftə sizin ən vacib açarınız strategiyadır. Göy üzü sizdən sadəcə çox işləməyi deyil, düzgün işləməyi tələb edir. Hədəflərinizi sorğulamalı, həqiqətən nəyə çatmaq istədiyinizi aydınlaşdırmalısınız. Xüsusilə Günəş və Saturn təsiri ilə verdiyiniz qərarların uzun müddətli nəticələr doğuracağını bilərək hərəkət etməlisiniz. Həftənin ilk günlərində Merkürün dəstəyi ilə zehniniz çox aydın işləyəcək. Plan qurmaq, strategiya yaratmaq, mühüm görüşlər keçirmək və iş həyatında özünüzü ifadə etmək üçün bu dövrü yaxşı dəyərləndirin. Amma ünsiyyət dilinizə diqqət etməlisiniz. Düşünmədən deyilən sözlər və ya ani reaksiyalar sizə zərər verə bilər. Bu həftə doğru zamanda doğru cümləni quran qazanır. Maddi mövzularda isə ehtiyatlı olmaq şərtdir. Xüsusilə həftə ortası və sonuna doğru riskli yatırımlar, ani xərclər və ya tələskən qərarlar sonradan peşmanlıq yarada bilər. Uzunmüddətli qazanca fokuslanmaq, qısa müddətli həvəsdən uzaq durmaq sizin üçün daha faydalı olacaq. Veneranın Əkizlər bürcünə keçməsi ilə iş mühitinizdə daha uyğun və dəstəkləyici bir atmosfer yaranmağa başlayır. Birlikdə çalışdığınız insanlarla münasibətləriniz güclənə bilər. İş mühitində daha rahat ünsiyyət qura bilərsiniz. Münasibətlər sahəsində isə mühüm bir yumşalma var. Əgər həyat yoldaşınız və ya partnyorunuzla aranızda məsafə yaranıbsa, bu həftə bunu düzəltmək üçün
Gözəl bir fürsətiniz var. Amma ilk addımı atmaq sizdən asılı ola bilər. Ego və ya qürur yerinə empati seçsəniz, münasibətinizdə ciddi bir yaxşılaşma yaşaya bilərsiniz. Ailə daxilində xüsusilə qardaşlar və ya yaxın çevrə ilə bağlı bəzi məsuliyyətlər gündəmə gələ bilər. Kömək etməyiniz lazım ola bilər, amma öz sərhədlərinizi qorumağı da unutmayın. Həftə sonuna doğru Uran təsiri aktivləşir və iş, sağlamlıq və gündəlik həyat sahənizdə uzun müddətli dəyişikliklərin qapısını açır. Qarşıdakı illərdə işləmə tərziniz dəyişə bilər. Texnologiya, rəqəmsal sistemlər və ya birdən çox işlə məşğul olmaq həyatınızda daha çox yer ala bilər. Gözlənilməz fürsətlər də gələ bilər, ani dəyişikliklər də. Bu səbəbdən çevik olmaq və dəyişikliklərə müqavimət göstərməmək vacibdir. Sağlamlıq baxımından əlavə olaraq, ayaq nahiyəsi ilə bağlı həssaslıqlara da diqqət etməlisiniz. Gərgin temp içində bədəninizi laqeyd qoymamalısınız. Ruhsal olaraq isə həftənin mesajı çox aydındır. Zirvəyə çıxmaq qədər orada qala bilmək də ustalıq tələb edir. Bu həftə seçimləriniz taleyinizi formalaşdırır. Ya köhnə dövrlərdə qalacaqsınız, ya da şüurlu addımlar ataraq yeni bir sistem quracaqsınız. Qərar sizin, əziz oğlaqlar. Əziz dolçalar və yüksələn dolçalar. Bu həftə həyatınıza zövq verən mövzular, sevgi, yaradıcılıq və şəxsi maraqlarınız ön planda olaraq daxil olursunuz. Həftənin əvvəlində enerjinizin daha axında olduğunu hiss edə bilərsiniz. İdman, sənət, hobbilər və ya sizi xoşbəxt edən fəaliyyətlərlə məşğul olmaq daha asan olacaq. Özünüzü ifadə etmək, yaratmaq və həyatın dadını çıxarmaq üçün gözəl bir başlanğıc edirsiniz. Amma bu xoş axınla yanaşı, xüsusilə yaxın çevrə ilə münasibətlərdə diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Qardaşlar, qohumlar, qonşular və ya yaxın çevrənizdən olan insanlarla bağlı bəzi həssas hadisələr yaşana bilər. Kiminsə həyatındakı bir problem sizi də təsirləndirə bilər və ya ünsiyyətdə anlaşılmazlıqlar ortaya çıxa bilər. Bu həftə hadisələrə həddindən artıq ciddi yanaşmaq meyliniz yüksək olduğu üçün kiçik məsələləri böyütməməyə çalışın. Eyni zamanda ünsiyyət diliniz çox önəmlidir. Sosial media, təhsil, ticarət və ya gündəlik söhbətlərdə tələsik, sərt və ya düşünülmədən edilən çıxışlar arzu olunmaz nəticələr yarada bilər. Xüsusilə avtomobil idarə edərkən, trafikdə və ya sürətli reaksiya tələb edən vəziyyətlərdə səbirli olmalısınız. Həftə irəlilədikcə, Günəşin Buğa bürcünə keçməsi ilə diqqətiniz ev, ailə və daxili təhlükəsizlik sahəsinə yönəlir. Qarşıdakı dövrdə daha çox evdə vaxt keçirmək, yaşayış mühitinizi düzənləmək və özünüzü güvənli hiss etmək istəyəcəksiniz. Keçmiş illərdən davam edən bəzi ev və ya ailə mövzuları bu həftə bir dönüş nöqtəsinə çata bilər. Xüsusilə cümə günü ətrafında bu mövzularla bağlı son bir inkişaf yaşana bilər və bir dövr bağlana bilər. Tam bu nöqtədə Veneranın Əkizlər bürcünə keçməsi ilə həyatınızda daha zövqlü, əyləncəli və sosial bir dövr başlayır. Sevgi həyatınız canlanır. Flörtlər, tanışlıqlar, yazışmalar və yeni qarşılıqlı təsirlər gündəmə gələ bilər. Xüsusilə subay dolçalar üçün bu dövr olduqca hərəkətli və həyəcanlı ola bilər. Amma burada vacib olan hər qarşılaşmaya böyük məna yükləməməkdir. Çünki uzun müddətli olaraq Uranın Əkizlər bürcünə keçməsi ilə sevgi həyatınızda çox fərqli bir dövrə daxil olursunuz. Qarşıdakı illərdə qeyri-adi insanlara cəlb oluna, sürətlə başlayan və gözlənilməz şəkildə inkişaf edən münasibətlər yaşaya bilərsiniz. Sizin üçün fərqli olan daha cəlbedici olacaq. Bu təsir yalnız sevgi deyil, yaradıcılıq və uşaqlarla bağlı mövzularda da özünü göstərə bilər. Əgər övladınız varsa, onun istedadları ön plana çıxa bilər və ya siz yeni, fərqli sahələrə yönəlmək istəyə bilərsiniz. Ümumilikdə bu həftə göy üzü sizə mühüm bir mesaj verir. Köhnə ilə yeni arasında bir körpü qurursunuz. Saturn və Uran təsirləri birlikdə işləyərkən bir tərəfiniz sabitlik və təhlükəsizlik istəyir. Digər tərəfiniz isə azadlıq və dəyişiklik arzusundadır. Məhz bu ikilik həftənin əsas sınağıdır. İş həyatında komanda işi, ortaq layihələr və fikir mübadiləsi ön plana çıxa bilər. Yenilikçi baxış bucağınızı başqalarının təcrübəsi ilə birləşdirdikdə mühüm fürsətlər əldə edə bilərsiniz. Amma hər fikri müdafiə etmək və ya hamını razı salmağa çalışmaq əvəzinə doğru olanı seçməyə fokuslanmalısınız. Dəyişdirə bilməyəcəyiniz insanlarla mübahisə etmək əvəzinə
Enerjinizi özünüzə yönəltmək bu həftə sizə daha çox qazandıracaq. Maddi mövzularda isə diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Mars təsiri ilə xərcləmə istəyiniz arta bilər. Yeni yatırımlar və ya təşəbbüslər cazibədar görünə bilər. Amma ani qərarlarla edilən maliyyə addımları gözlədiyiniz nəticəni verməyə bilər. Buna görə ehtiyatlı və planlı irəliləmək vacibdir. Sevgi həyatında isə cazibəniz yüksəkdir, amma seçimləriniz həlledicidir. Hər yaxınlaşma qalıcı deyil. Bu səbəbdən emosional olaraq dərhal bağlanmaq əvəzinə müşahidəçi qalmaq daha faydalı olar. Münasibətdə olan dolçalar üçün isə partnyorun qısqanclıq və ya təzyiq yaradan davranışları gündəmə gələ bilər. Bu nöqtədə aydın sərhədlər qoymaq vacibdir. Ailə və yaxın çevrədə isə dəyişiminizə uyğunlaşa bilməyən insanlar ola bilər. Onları dəyişdirməyə çalışmaq əvəzinə olduğu kimi qəbul etmək və öz yolunuza fokuslanmaq daha sağlam olacaq. Sağlamlıq baxımından isə sinir sistemi, yuxu rejimi və zehni yorğunluq ön plana çıxır. Daim düşünmək, istehsal etmək və zehni aktiv saxlamaq sizi yora bilir. Buna görə zehninizi rahatladacaq fəaliyyətlərlə balans qurmaq vacibdir. Ruhsal olaraq həftənin ən güclü mesajı: keçmişə yapışma, yenini qur. Dəyişiklikdən qorxmaq əvəzinə onu idarə etməyi seçsəniz, bu həftə sizin üçün böyük bir dönüş qapısı aça bilər. Çünki gələcək yalnız xəyal edənlərin deyil, onu quranların olacaq. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftə diqqətiniz ev, ailə və yaşayış sahənizə yönəlir. Həftəyə başlayarkən ev daxilində hərəkətlilik arta bilər. Qonaq qəbul etmək, ailə üzvləri ilə daha çox vaxt keçirmək və ya bəzi mövzularda fikir ayrılıqları yaşamaq mümkündür. Xüsusilə yaxın çevrənizdən biri ilə eyni nöqtədə razılaşmaqda çətinlik çəkə bilərsiniz. Bu səbəbdən ünsiyyətdə daha sakit və anlayışlı qalmaq vacibdir. Həftənin ən həssas mövzularından biri isə maddi məsələlərdir. Saturn, Mars və Merkür təsirlərinin maliyyə sahənizdə cəmlənməsi bəzi tıxanıqlıqlar, gecikmələr və ya plan xarici hadisələr yarada bilər. Gözlədiyiniz bir ödəniş gecikə bilər, hesablarınız uyğun gəlməyə bilər və ya büdcəni idarə etməkdə çətinlik çəkə bilərsiniz. Əgər son dövrlərdə plansız hərəkət etmisinizsə, bu həftə bunun nəticələri ilə üzləşə bilərsiniz. Bu səbəbdən həftə boyunca xərclərdə ehtiyatlı olmaq, riskli addımlardan uzaq durmaq və öncə ehtiyac prinsipi ilə hərəkət etmək vacibdir. Eyni zamanda bu həftə zövq yönümlü xərcləri bir qədər arxa plana atmağınız faydalı olar. Əylənmək və rahatlamaq əlbəttə önəmlidir, amma bunu doğru zamanda etmək daha sağlam nəticələr verəcək. Həftə irəlilədikcə, Günəşin Buğa bürcünə keçməsi ilə ünsiyyət, trafikiniz sürətlənir. Qarşıdakı dövrdə qardaşlar, qohumlar və yaxın çevrə ilə daha çox görüşlər keçirə, mühüm söhbətlər edə bilərsiniz. Bu proses eyni zamanda etibar münasibətlərini yenidən qurmaq üçün də bir fürsət yaradır. Cümə günü ətrafında Venera ilə Uranın qarşılıqlı təsiri yaxın çevrənizlə bağlı ani bir hadisəni gündəmə gətirə bilər. Bu bir xəbər, bir üzləşmə və ya uzun müddətdir davam edən bir mövzunun tamamlanması ola bilər. Siz də bu prosesdə bəzi səhifələri bağlama qərarı verə bilərsiniz. Eyni zamanda Veneranın Əkizlər bürcünə keçməsi ilə qarşıdakı həftələrdə evlə bağlı mövzular sürətlənir. Köç, dekorasiya, təmir, alqı-satqı və ya ev daxilində yeniliklər gündəmə gələ bilər. Evinizi daha gözəl və komfortlu etmək üçün gözəl fürsətlər əldə edə bilərsiniz. Daha uzun müddəti perspektivdə isə Uranın Əkizlər bürcünə keçməsi ilə həyatınızda mühüm bir dəyişiklik dövrü başlayır. Qarşıdakı illərdə ev, ailə və həyat düzəninizlə bağlı ani dəyişikliklər yaşaya bilərsiniz. Köçmək, şəhər və ya ölkə dəyişmək, ailə quruluşunda dəyişikliklər və ya həyat tərzinizdə köklü dönüşlər mümkündür. Bu proses əvvəlcə sizi çətinləşdirə bilər, amma uzun müddətli olaraq sizi azadlaşdıracaq. Bu həftə göy üzü sizə çox aydın bir mesaj verir. Sadəcə hiss etmək kifayət deyil, hərəkətə keçmək lazımdır. Neptun təsiri sezgilərinizi gücləndirərkən, Saturn bu sezgiləri gerçəyə çevirmə məsuliyyəti verir. Artıq sadəcə xəyal qurmaq yox, onları reallaşdırmaq zamanıdır. İş və təhsil sahəsində xüsusilə yaradıcılıqla məşğul olan balıqlar üçün çox məhsuldar bir dövrdür. Fikirlərinizin qəbul olunması, əməyinizin qarşılığını almanız mümkündür. Amma bunun üçün aydın olmalı, özünüzü düzgün ifadə etməli
və qətiyyətli dayanmalısınız. Münasibətlərdə isə Veneranın dəstəyi ilə daha dərin, səmimi və şəfqətli ünsiyyət qura bilərsiniz. Davam edən münasibətlərdə problemləri danışaraq həll etmək mümkündür. Amma balanssız, güvən verməyən və ya tək tərəfli fədakarlıq üzərində qurulmuş münasibətlərdə artıq qərar vermə mərhələsinə keçə bilərsiniz. Bu həftə bəzi balıqlar üçün münasibətlərdə bitiş və ya yenidən qurulma gündəmə gələ bilər. Maddi mövzularda isə xüsusilə diqqətli olmalısınız. Sizə çox cazibədar görünən bir fürsət əslində bir illüziya ola bilər. Buna görə eşitdiklərinizə dərhal inanmaq əvəzinə araşdırmaq, sorğulamaq və sağlam addımlar atmaq vacibdir. Xüsusilə ortaq işlərdə, qohumlarla və ya yaxın çevrə ilə bağlı maliyyə məsələlərində ehtiyatlı olun. Sağlamlıq baxımından isə boyun, boğaz, baş nahiyəsi və diş həssaslıqları ön plana çıxır. İmmunitetinizi güclü saxlamaq və ertələdiyiniz sağlamlıq məsələlərini gecikdirməmək vacibdir. Ruhsal olaraq isə bu həftə bir fərqindəlik mərhələsindəsiniz. Qaçdığınız, görməzdən gəldiyiniz və ya sonra baxaram dediyiniz mövzular artıq qarşınıza çıxır. Bu bir böhran deyil, dönüşüm fürsətidir və həftənin ən güclü mesajı. Sən sadəcə xəyal quran biri deyilsən, xəyallarını gerçəyə çevirə biləcək gücə sahibsən. Yetər ki fərq et, sahiblən və hərəkətə keç.